Dostlar, icazənizlə mən bir təklif irəli sürüm. Yenə də bax bu video vasitəsilə. Bəli, bura Park Bulvarının ərazisidir. Park Bulvar Ticarət Mərkəzinin bax önüdür bura. Neftçilər prospekti bu tərəfdə və burada velosiped olaraq bax buradan gəlir və məncə burada belə bir əlavə olaraq zaten burada çox geniş bir cib var taksilərin saxlanılması üçün. Burada məhz asfaltın özündə bir qədər velosiped zolağı üçün yer ayırmaq olar. Zaten burada cibdir də, yəni bura hərəkət hissəsi kimi istifadə olunur və hətta duracağı saxlamaqla belə, taksi duracağı saxlamaqla belə, drop-off zone deyirlər də bura. Bunu saxlamaqla belə burada velosiped zolağı təşkil etmək olar. Bəli, bir variant var ki, bunu dediyim kimi səkidə qalsın bu. Bax burada indiki variant, mövcud variantda səkidə qalsın burada. Amma zaten bura bulvar ərazisidir. Burada daha çox piyadalar hərəkət edir, istirahət zonasıdır. Yəni niyə biz səkini insanın əlindən alaq? Burada yəni bu geniş səkini saxlamaqla belə bax bu hissəsini burada velosiped zolağına ayırmaq olar. İndiki vəziyyətdə velosipedçilər bax məhz səki ilə hərəkət edir. Amma bu velosipedçilər əslində yolun hərəkət hissəsində olmalıdır. Burada velosiped zolağı olmalıdır. Görün nə qədər burada velosiped istifadəçisi var.